işi var yoldaşlar. Mən mühafizə işlərindən, mühafizə işləri ümumiyyətlə olur kifayət qədər, lakin onlardan nisbətən yüksək əmək haqqı olan birindən bəhs etmək istəyirəm. 800 manatlıq bir variantdır yoldaşlar. Tələbləri nədir? Tələbləri bundan ibarətdir ki, monitorinq sahəsində 1 ildən az olmayan bir iş təcrübəniz olsun. Yəni, mühafizə sektorunda, nəzarət şöbəsində, növbətçi qismində belə deyim, iş təcrübəniz varsa, nəzarət şöbəsinin növbətçisi vakant yeridir bu yer. Yəni, bu işə müraciət edə bilərsiniz. Monitorinq sahəsində 1 ildən az olmayaraq iş təcrübəniz varsa. Heç olmasa orta ixtisasınız olmalıdır. Belə bir işdir yoldaşlar. 800 manatlıq bir işdir. Növbəli iş rejimidir. KFC-dədir. KFC də belə deyim də, KFC, Pizza Hut və simit restoranlarının şəbəkəsidir. Yəni, belə bir işdir. Ofis proqramları üzrə bilikləriniz olmalıdır yoldaşlar. Word, Excel, bu tipli proqramları yaxşı bilməlisiniz. Kamera nəzarət sistemlərindən istifadə bacarığınız olmalıdır. Varsa belə bir bacarıqlarınız, qabiliyyətiniz, xasiyyətnamə də tələb olunur, yəni xəbəriniz olsun. Bu işə müraciət edə bilərsiniz. Yəni, kifayət qədər təcrübə, daha doğrusu təcrübəniz varsa bu sferada və ümumiyyətlə bu sahədə də karyera qurmağınızı, işləməyə hələ də istəyirsinizsə, hal-hazırda ən uyğun, belə deyim, vakant yerlərdən biri budur yoldaşlar. Bu işə müraciət edə bilərsiniz. Bu işə də müraciət dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapmanızı sətini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz bu videonu TikTokda görürsünüzsə əgər, o halda Toğrul kanala daxil olun. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yox, əgər YouTube'da izləyirsinizsə, o halda videonun adında əlaqə vasitəsi qeyd olunubdur.